dəfələrlə düşmən arxasında təhlükəli manevrlər etmiş. Astara şəhərində yerləşən Qəhrəmanlar Parkında aprel döyüşləri şəhidi, Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovun büstünün açılış mərasimi keçirilib. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, İnzibati Ərazi Dairəsi nümayəndələri, bələdiyyə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və milli qəhrəmanın anası Vahimə Ağayeva büstün açılışını edərək önünə əkil qoyublar. Bu şanlı tarih ilk növbədə canlarını vətən uğrunda fəda etdi. Pəncəli haqqında nə qədər də danışsaq, qurtarmaz. Pəncəli birinci kəndimizdə ən igid, ən cəsur uşaqlardan biriydi. Pəncəlini 18 yaşa qədər boya başa çatırdım, hərbi xidmətə yola saldım. 17 ildə hərbi xidmətdə qulluq elədim. Pəncəli hərbi xidmətdə 17 il qulluq eləsə də, nə ata, nə ana, nə bacı, nə qardaş. Heç birimiz onun haqqında heç nə bilməmişik. Onun haqqında bir kəlmə də sir bizə vermir. Mən arzu edirəm, bütün Azərbaycan xalqı Pəncəli kimi övlad böyütsünlər. Vətənpərvər olsunlar. Vətəni sevən olsunlar. Pəncəli öz canından, qanından keçdi bu torpağımız, bu vətənimiz, bu azadlıq yolunda. Mən Pəncəli ilə qürur duyuram. Düzdür, mənim üçün çox ağırdır, ağır dərdir. Yenə də qürur vericidir. Allah Azərbaycan xalqına azadlıq qismət eləsin. Gələcək nəslimiz azad yaşasınlar. Arzu edirəm, Pəncəli kimi övladlar Azərbaycanda çox olsun. Teymurov Famil Nurməmmədoğlu aprel döyüşlərində şəhid olmuş, şəhid Pəncəli Teymurovun kiçik qardaşı. Biz uşaqlıqdan demək olar ki, rəhmətli ilə bir yerdə həm xidmətdə, həm də uşaqlığımız bir yerdə oldu. Rəhmətli elə anadan elə bir kere igid kimi doğulmuş, dünyaya gedəşmiş. Kətdə onun məsəl üçün qabağından belə deyək, su götürən 10 yaşında olan, həm yaşında yox idi. Elə bir igid cəngəvar idi. Elə ondan sonra da 1999-cu ildə xidmətə yola düşəndə getdiyi hərbi xidmətini Ağdamın Əfətli kəndində Ensaylı hərbi hissədə davam edirdi. Burada Türklər ondan imtahan götürmüşlər. O imtahanda birinci yapmış. Oradan da TTM qəbul olmuş. TTM'i də müvəffəqiyyətlə bitirdi. Təzədən xüsusi təyinatlı imtahan verdi. Birinci dönəmə qəbul oldu. Orada da xidmətini 17 il davam elədi. O 17 il içində demək olar ki, mənfur düşmənə göz dağı vermişdi. Sözün əsl mənasında. 90-cı ildən tutmuş 95-97-ci illərə qədər bütün şəhidlərimizin qanunu almışdı Pəncəli. Mən düzdür, bir kiçik qardaşı olmağıma baxmayaraq, amma biz 9 il 2016-cı il aprel döyüşlərindən sonra 9 il sevinclə gözlədiyimiz bu milli qəhrəman adı Cənab Prezident keçən il noyabrın 7-sində öz imzası ilə fərman verdi bu barədə. Mən buna görə də Cənab Prezidentə öz adımdan, öz ailəmizin adından təşəkkürümüzü bildiririk. Bugünkü gündə də Astara rayon İcra Hakimiyyətinin başçısı Cənab Qəzənfər Ağayev bu günləri büstün açılışını təşkil elədi. Bugün bizim Astaramızın qəhrəmanı, milli qəhrəmanın büstünün açılışı idi bildiyimiz gibi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun. Allah dövlətimizi var eləsin. Bayrağımız həmişə ucalarda dalğalansın. Teymurov Teyfur, rəhmətli Pəncəli Teymurovun həm sinif yoldaşı, həm əmisi oğluyam. Rəhmətli Pəncəli Teymurovla 11 il həm bir yerdə oxumuşuq. Demək olar bir evdə də böyümüşük. Rəhmətli demək olar ki 11 il oxuduğumuz dövrdə də əzmi ilə seçilən bir oğlan olub. Həmişə Azərbaycana xidmət arzusunda olan bir igid olub. O cür də elədi. Düzdür, biz təhsilə davam elətdirdik. O isə təhsilini yox, məhz vətənə qulluq eləməyi seçdi. Və 17 ilini hərbidə keçməkeçli yollardan keçdi və yüksək qəhrəmanlıq göstərməklə özünü göstərdi. Axırıncı səfər səhv eləmirəmsə yadımdadır. Son gəlişi evə olub, bir yerdə getmişik. Dəfələrlə Pəncəli Teymurovla onun işi haqqında suallar verəndə həmişə ustalıqla elə öz variantını dəyişirdi. Heç bir viruza vermirdi öz işi haqqında. Allah ona rəhmət eləsin, qəbrin orada olsun. Biz həmişə onunla fəxr edirik. Mən Gizir Əliyev Orxan, 2016 aprel döyüşlərinin qazisiyəm. Cəbrayılın Cocmazan kəndində döyüşlər zamanı yaralanmışam, bir ayağımı itirmişəm. 2016-cı il aprel döyüşlərində ölkəmizin gücünü, qüdrətini dünyaya nümayiş elətdirdi. Ordumuzu qüdrətli olduğunu, bir daha yenilməz olduğunu göstərdi. 44 günlük vətən müharibəsinə gedən yolun başlanğıcı oldu. 2016-cı il aprel döyüşləri xatirəmdə qəhrəmanımızla bağlı, milli qəhrəmanımız Pəncəli Teymurovla bağlı onları söyləyə bilərəm ki, mən Cocmazanlı Cəbrayıl istiqamətində döyüşdüyüm zaman o Talişsən istiqamətində döyüşürdü. Amma buna baxmayaraq 11 il xidmətim boyu 7 ili ön cəbhədə olmuşam. Həm yerli kəşfiyyatçı kimi bizim cəbhəyə gələndə, bizim cəbhədə əməliyyatlar keçirəndə o zaman bir neçə dəfə xidmət boyu qarşılaşmışıq. Mən əmin yerimlə Pəncəli Teymurovla fəxr edirəm. O bizim igidimiz, milli qəhrəmanımız, çox cəngavər qardaşımızdır. Allah Pəncəli Teymurova rəhmət eləsin, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin.